Salam hörmətli izləyicilər, Mao Tse-tung Çin Xalq Respublikasının qurucusu idi, onun lideridir. Çin Komünist Partiyasına başçılıq eləyən bir şəxs olub. O 1893-cü ildə anadan olmuş, 1976-cı ildə dünyasını dəyişmişdir. Beləliklə də 93 il ömür sürmüşdür. Yəni söhbət bundan getmir. Söhbət ondan gedir ki, onun vaxtı ilə Stalinə etdiyi bu təklif həm Stalini, həm də Kremli şoka salmışdır. Belə ki, 1949-cu ilin qışında o uzun müddətli Moskvaya səfər eləməyi qərarı alır və səfər eləyir. Bu səfər rekord həddə çatır, 2 aya qədər davam eləyir və Stalinlə xoş söhbətlər eləyir. Xoş söhbətlərin birində o Stalinə hamını şoka salacaq bir təklif eləyir və təklif verir ki, 20 milyon Çinli Sibirdə yerləşdirilsin, bu daha faydalı olar. Yeni iş yerləri, yeni şəhərlər, yeni hakimiyyət, yeni işçi qüvvələri meydana gələr. Lakin Stalin bunun nə demək olduğunu çox yaxşı başa düşürdü və beləliklə də fasilədən qayıtdıqdan sonra Stalin ona deyir ki, çox sağ olun, mənə 100 milyon əhali bəsimdir. Bu məsələ Qərb mətbuatında da deməli dərc olunur, Qərbdə böyük müzakirələrə səbəb olur. Belə ki, bu əgər fikri təklif baş tuta bilsəydi, deməli Polşadan Cənubi Çin deməli dənizinə qədər ərazi olardı və 1 milyarda yaxın da deməli əhali burada yaşamalı olardı. Ona görə də Stalin onun təklifini qəbul eləmədi və Stalin onun nə demək olduğunu çox yaxşı başa düşərdi və dediyim kimi ona deməli cavabında deyir ki, çox sağ olun, mənə 100 milyon əhali bəsimdir. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.